Salam qızlar, dedim manikür etmişkən sizin üçün də çəkim. Bu düzəltdiyim dırnaqlar 3 həftədir. Mən nail master deyiləm. Özüm üçün öyrənib yaxınlarıma da edirəm. Bu videoda nəyi necə etdiyimi yox, motivasiya üçün çəkirəm. Həvəsi olub bu işə məndə alınmaz deyib qorxub cəhd etməyən qızlar üçündür. Əsas əlinizdə 100 azayan olmağı kifayətdir. Aparat alasınız. Qalanı da öz əlinizdədir. Və ən əsas da həvəs. Mən dırnaqlarım nazik, cansız olduqları üçün biskislotin primer istifadə edirəm. Onun bazasını və Elisan gel. İnanın, bahalığını istifadə etməyə heç bir ehtiyac yoxdur. Bu hamısı marketinqdir. Tərkibləri də çoxsunun eynidir. Əsas padelka yox, orijinal olsun. Və ununun top qatını vururam. Bir neçə dəfə də salonlarda barmağıma infeksiya saldılar. Dedim vəssalam, salonlarla məngi qutardı. Qızlar, mən özüm YouTube'a baxıb öyrənmişəm. TikTok'un özündə də belə çox faydalı videolar var. Və mənim salona gedib 3 saat oturmağa vaxtım yox. Çünki 3 köpəm var. Onlarda saxlayacaq adamım yoxdur. İdeal olmasa da məni qane edir. Qızlar, həvəsiniz varsa siz də edin. Siz də bacaracaqsınız. Çətinlikdən qorxmayın. Özünüzə inanın. Allah da işlərinizi avand eləsin.